Hər kəsi salamlayıram və bugün belə bir video çəkmək qərarına gəldim ki, bu məlumat Faberlik şirkətində çalışan çox xanımlar üçün maraqlı olur və bəzi xanımların səhv anlaması nəticəsində problemlər yaranır. İstədim ki, bu mövzunu çox dərin hissələrinə, məqamlarına qədər izah edeyim. Deməli, Faberlikdə bilirsiniz ki, 3 həftədən bir gəlir var, maaş var və bu maaş müəyyən səviyyələrdə, müəyyən faizlərə görə bölgü gedir. İstədim ki, bu bölgünü mən sizə düzgün şəkildə izah edeyim. Deməli, bilirsiniz ki, Faberlik şirkətində 100 bal etdikdə 100 bal artıq 3% hesab olunur və 3%-ə görə 3 manat 96 qəpik, yəni biz bunu təxmini 4 manat kimi də götürürük. Yəni 4 manat gəlir əldə edir xanım, əgər 100 bala çıxıbdırsa 3%-ə qalxır və bu qədər gəlir əldə edir. Əgər xanım 200 bala çıxıbdırsa, bu xanım artıq 6%-ə çatır və 6%-in deməli gəliri bu xanımda artıq burada məsələn 6%-də müəyyən gəlirlər vardır. Ola bilər ki, indi bunu da izah edəcəm. 15 manat 84 qəpik hesablanır. Biz bunu 16 manat kimi də götürürük və s. Yəni burada bizim marketinq cədvəlimizdə olan uzun bir maaş cədvəli var. Onu mən hər birini yazmayacağım. Məqsədim bunları yazmaq deyil. Bunlar hər biri onsuz da hər kəsin əlində var, tablo halında, hazır şəkildə. Bəs bu maaşlar necə hesablanır? Bu faizlər və bundan daha yüksək faizlər olduqda, komandamızda bizdən sonra 50 bal sifariş vuran və müəyyən faizə qalxan xanımlar olduqda maaş bölgüsü necə gedir? Bax, əsas məsələ bu sualın cavabını izah etməkdir bugün sizə məqsədim. İndi isə onu izah etmək istəyirəm. Deməli, biz əgər şəxsi 50 balımızı ediriksə, bilirsiniz ki, komandamız varsa, şəxsi 50 bal etmək mütləqdir ki, bax bu 50 bal şəxsi həcm, yəni şəxsi həcm balı mütləqdir ki, biz komandamızdan gələn gəliri, gələn maaşı, qazancı götürə bilək. 50 bal etmədikdə biz heç bir qazancdan, yəni söhbət gedə bilməz, götürə bilmirik, bu mümkün deyil. Deyək ki, biz 50 balımızı etdik və biz deyək ki, 9%-ə gəldik, çatdıq. Bilirsiniz ki, 9% 600 bal deməkdir və mən deyək ki 9%-ə gəldim, çatdım, şəxsi 50 balımı etmişəm və 600 bala gəlib çatmışam. İndi biz bunun maaşını hesablamaq istəyirik ki, bunun maaşı necə hesablanır? Bu sistemdə maaş bax bu şəkildə hesablanır. Deməli biz 50 bal, deməli topladığımız 600 balı vururuq 1.32-yə. Onu da vururuq neçə faizdir? Yəni bu 600 balın balı neçə faizdir? 9%dirsə, onu da vururuq 9%-ə. Nəticədə hansı məbləğ alınırsa, artıq o məbləğ bizim qazancımızdır. Hə, indi keçirik digər əsas məqama. Hansı ki, xanımları daha çox maraqlandırır. O məqama gəlmək istəyirəm. Bunun üçün mən bu hissələri siləcəm və sizə o məqamları izah etmək istəyirəm. Deyək ki, mən şəxsən, deməli, komandamla 50 balımı etdim, komandamla 600 bal topladım, cəmi 9%-ə qalxdım və bu komandamda 600 balın tərkibində məndən sonra olan xanımlardan biri şəxsi 50 balını edibdir. Mən qalxmışam 9%-ə. Xanımlardan biri şəxsi 50 balını edibdir. 50 bal edəndən sonra komandada onun da qolunda xanımlar var və o da qolundakı xanımlarla 400 bal eləyibdir. Və biz də bilirik ki, 200 balla 600 bal arasında olan yəni faiz bu artıq 6%-dir. Yəni 400 balda xanım 6% artıq 6%-də olduğunu bilirik. Deməli, burada bu sistemdə, yəni bir komandanın daxilində, bax bir komandanın daxilində belə bir vəziyyət varsa, biz burada artıq maaş bölgüsünü bu şəkildə hesablayacağıq. Deməli, biz burada artıq 600 baldan 400 balı çıxırıq. Çünki 400 balı edən xanım şəxsi 50 balını eləyibdir və komanda ilə bir yerdə 400 bal toplayıbdır. Və burada 200 bal qalır. 200 bal qalır. Deməli, biz burada faizləri də bir-birindən çıxırıq. 9%-dən çıxırıq 6%-i, bərabərdir 3% və belə bir nəticəyə gəlirik ki, biz, bax bu 9%-i, məsələn, deyək ki, mən xəyalə, məsələn, 9%-i mənim komandamda çalışan 6%-i, məsələn, deyək ki, Gülnar xanım 6% toplayıbdır. Gülnar xanımın 6%-nin, yəni bu 400 balın cəmi 3% xeyrini mən götürürəm. Yəni bu fərqə görə mən bu qolumdan sadəcə 3% xeyir götürürəm. Gəlin indi bunu məbləğlər şəklində hesablayaq, pul şəklində hesablayaq. Baxaq görək ki, bu qola görə mənə bu qoldan nə qədər maaş gələcəkdir. Deməli, bunu hesablamaq üçün xanımlar, baxın, belə bir hesablama aparırıq. 400 balı vururam 1.32-yə. Deyərsiniz ki, Xəyli xanım, bu 1.32 nədir? 1.32 dəyişməyən bir əmsaldır. İstənilən hesablamada biz bunu etməliyik. Və bizim burada bal fərqimiz neçə idi? 3%. Yəni, bu qoldan mənə nə qədər xeyir gələcək? 3%. Bərabərdir 15.84. Deməli,
400 ballıq qolumdan mənə 15 manat 84 qəpik bizə gəlir. Mənə 600 ballıq olan adama bu qədər gəlir gələcəkdir. Mənim yerdə bundan əlavə axı 200 bal özümün balım var idi. Yəni bu 50 bal toplayan xanımla mənim aramda bax belə bir sistem sizə izah edeyim. Deyək ki, bu mənəm. Mən 50 balımı eləmişdim. Buradan kimsə, məsələn, deyək ki, 30 bal eləmişdi. Buradan 20 bal eləmişdi. Belə, yəni bu arada 200 ballıq adam var idi. Və buradan və yaxud da ki, bunlar mənim ikinci qolumda da ola bilər. Məsələn, deyək ki, ola bilər burada 20 bal var, burada 15 bal var və s. Və burada bir xanım 50 balını elədi. Məsələn, deyək ki, bu Gülnar xanımdır. 50 balını elədi və buradan aşağıda onun komandasında birinci qolunda və ya digər qolunda toplam 400 bal var idi. Bax, sistem bu şəkildədir. Əgər belə bir haldadırsa, deməli, bax, bu 400 ballıq qoldan mənə sadəcə 15 manat 84 qəpik pul gəlir. Bəs baxaq görək, mənim özümün 200 ballıq qolumdan mənə nə qədər pul gəlir? 200-ü vururam 1.32-yə və mənim 9%im var da, mənim toplam 600 balda mənim 9% olduğum üçün bunu da vururam 9%-ə. Buradan da mənə 23 manat 76 qəpik pul gəlir. Yəni 9%-imə görə də mən bu qədər pul qazanıram. Toplam bu ikisini toplayıram və nəticədə 15.84 üstə gələr 23.76 bərabərdir. İndi bunu təxminən deməli buradan hesablayanda bu qalıq qəpikləri mən hesablamasam əgər, deməli 38, hardasa təxminən 39 manat neçəsə qəpik eləyəcək. İndi bunu özünüz hesaplayarsınız. Yəni mənim bu komanda ilə ümumiyyətlə 9%-də maaşım olacaq 39 manat. Təxminən 40 manata yaxın. Yəni baxın, normalda deyərsiniz ki, maaş cədvəlində 600 balın maaşı, məsələn 600 balın maaşı göstərir bizdə 71 manat, elə olur 80 manat. Bax, gələr çıxar belə bir vəziyyətdə 40 manat, 39 manat. Deyirsiniz ki, bəs necə oldu? Axı maaş cədvəlində 71 manat yazılmışdı, 80 manat yazılmışdı. Nəyə görə mənə 39 manat hesablandı? Şirkət yalan deyir. Şirkət bizi aldadır o zaman. Bu məbləği göstərib ancaq bunu verir. Xeyr əzizlərim, şirkət yalan demir. Bizim şirkətimiz çox ədalətli, çox halal, düzgün işləyən bir şirkətdir. Axı bu insan, bu xanım 50 balını etdi və bu xanım özü də komanda yaratdı. Və 50 bal edən hər kəs yaratdığı komandanın xeyrini götürə bilər. Yəni necə ki biz 50 bal edib komandamızın xeyrini götürürüksə, bu da 50 bal edib öz komandasının xeyrini götürməlidir axı. Əgər bu 50 bal edirsə, nə olsun ki bizdən sonradır? Yəni onun hamısını biz götürə bilməliyik axı. Şirkət birinci gəliri aşağıdakı 50 bal edən və komandası olan insana verir. Ondan sonra onun müəyyən bir faizindən biz gəlir götürürük. Bəzən xanımlar arasında yanlış təsəvvürlər yaranır. Yanlış təsəvvürlər ondan ibarətdir ki, burada biz aşağıda qoşulanlar, biz işləyirik, yuxarıdakı qazanır. Biz heç nə qazanmırıq. İndi siz gördünüzmü ki, şirkətimiz necə ədalətli bir sistemlə çalışır? Birinci 50 bal edib komanda yaradan xanıma maaşını verir. Onun maaşının müəyyən bir hissəsini, qismi isə biz götürürük. Biz götürürük. Baxın, 400 bal qazanan bir xanım, ya burada bu xanımdan bizim qazandığımız gəlir idi. İndi gəlin baxaq görək, 400 bal vuran xanım özü nə qədər maaş götürəcək bu sistemlə. Baxın, bunu silim ki, buradan rahat görəsiniz. Deməli, 400 bal xanım etmişdi. Vururam 1.32-yə. Onu da vuracam. 400 balımız neçə faiz idi? 6%. Bərabərdir. Artıq burada bunu hesaplamaq lazımdır. Bunu da mən riyazi hesablamadı, kalkulyatorla hesablayıb özünüz cavabını mən düşünürəm ki, rahat şəkildə yaza bilərsiniz. Bu olması 400 bal. Deyək ki, 200 balına az qalmış, 180 balı var xanımın. 180 baldadır. Düşünür ki, ay Allah, görəsən mənə 180 balına nə qədər maaş düşəcək? Şəxsi 50 balımı da etmişəm. Bunu da vuracaq. 180 bal neçə faizdir? 3%. Xanım öz maaşını hesablaya biləcəkdir. Və bir dənə də başqa bir sual gəlir. Belə bir problemlə də qarşılaşan xanımlar vardır. İndi mən buranı siləcəm. Digər, təbii ki, bunlar hamısı videoda qeyd olunur. Siz bunların hər birini anlamasanız, əgər başa düşməsəniz və ya mənimsəyib kiməsə ötürmək istəsəniz, dönə-dönə baxa bilərsiniz. Və belə bir məqam yaranır. Deyək ki, belə bir sistemdir. Məsələn, mən 50 balımı edirəm. Məsələn, xəyali 50 balını edir. Xəyalədən sonraki hər hansı bir xanım da, məsələn, deyək ki, Gülnar xanım da 50 balını edir, məsələn 50 balını etdi və bundan sonra da biri 20 bal elədi, biri 30 bal elədi və toplam 600 bal yarandı. Belə bir sual yaranır. Mənim ikinci qolum yoxdur. Mənim birinci qolumda olan xanım, elə məndən sonra ilk xanım 50 balını edib və ondan sonraki 50 bal edən yoxdur. İndi buradan maaş bölgüsü necə olacaq? Burada maaş bölgüsü ancaq mənim vurduğum bu 50 bala görə hesablanacaq. 50 vuraq 1,32,
onu da vuraq 9%. Artıq burada nə qazanc qazanacamsa, yəni bunun belə deyim, bu xanım da 9%dir, mən də 9%əm. 9-dan 9 çıxanda zaten 0 qalır. Yəni bu xanımdan bizə heç bir xeyir gəlmir. Mənim xeyrim ancaq mənim özümün şəxsi 50 balıma görə olacaqdır. Bax, buradan da mənim qazancım bu olacaqdır. Bir də ki, xanımlar, sizə bir tövsiyəm var. Məsələn, deyək ki, sizin təbii ki, bu şəbəkə sistemində komandalar bir neçə cür işləyir. Günəş sistemi ilə işləyən var. Bax, bu üsulla alt-alta sistemi, kimisi buna markovka deyir, kimisi buna nə bilim zəncirvari sistem deyir. Nə deyirsiniz deyin. Yəni məğzi söhbətin əsası yenə də gedib eyni yerə çatır. Yəni əgər siz, məsələn, mən tövsiyə edərdim ki, təbii ki, birinci qola dəstək lazımdır. Birinci qolu qaldırmaq, o təməlini, evin təməlini qoymaq lazımdır. Əgər siz daha yaxşı maaş almaq istəyirsinizsə, maaşınızı artırmaq istəyirsinizsə, təbii ki, birinci qolunuza dəstək olandan sonra siz mütləq ki, ikinci qolunuzu açmalısınız. Məsələn, ola bilər ki, siz bu qolu 9%-ə qədər böyüdüb ikinci qolunuzu aça bilərsiniz. Ola bilər ki, 12%-ə qədər böyüdüb ikinci qolunuzu aça bilərsiniz. Ola bilər 15-ə qədər. Bu sizin şəxsi seçiminizdir. Buna mən qarışa bilmərəm, heç nə deyə bilmərəm. Necə istəyirsiniz, o cürdə planınızı qurub strategiyanızdan irəliləyə bilərsiniz. Yəni sadəcə mənim deməyim odur ki, yəni uzun müddətli düşünürsünüzsə, uzun müddətli gələcəyə doğru fikirləriniz biznes sahəsində varsa, maaşınızın ilk başlarda az çıxmağı sizi qorxutmasın. Çünki siz dərinliyinizi bərkidirsiniz, təməlinizi bərkidirsiniz. Bugün ola bilər sizin maaşınız az çıxır. Amma sizin birinci qolunuz bərkiyəndən sonra siz ikinci qolunuza keçəcəksiniz. Onu da bərkidib üçüncü qolunuza keçəcəksiniz. Artıq elə ikinci qolunuzda maaşınızın yüksəldiyini fərqinə varacaqsınız. Üçüncü qolunuzda daha da artacaqdır. Və bəzən xanımlar deyir ki, yox elə mən gələn kimi istəyirəm mənim maaşım çox çıxsın. Okey, problem yoxdur. Bu da sizin seçiminizdir. O zaman siz bu sistemlə yox, siz günəşvari sistemlə işləməlisiniz. Amma o zaman da onun da başqa təhlükələri var. Təbii ki, bu mənim YouTube kanalımda olan, bax siz bu sistemdən işləmək istəyirsiniz bəlkə də. Deyirsiniz ki, gələn bütün xeyir mənim özümə gəlsin, mərkəzdə mən dayanım, tapdığımın komandama gələn xanımların hər biri birbaşa öz adıma yazdırım və qazancı birbaşa özüm götürüm. Bu da sizin seçiminizdir, buna da qarışa bilmərəm. Yəni, hər kəs seçimini özü edir və planını özü qurur. Bu günəş sistemi və markovka sistemlərinin fərqini mənim YouTube kanalımda əvvəlki videolarımda var. Oradan baxıb fərqi özünüz görə bilərsiniz, bilə bilərsiniz. Bugünkü məqsədim mənim sizə maaş bölgüsünü izah etmək idi, hesablamaq idi. Hər kəsə bol qazanclar arzulayıram. Çalışın ki, başladığınız bir işi yarımçıq qoymayasınız. Uzun bir yolculuğa çıxasınız və nəticədə qalib olan siz olasınız. Qalibiyyətə ac olasınız, qazanmağa ac olasınız. Hər günümüzə şükür, əlhəmdülillah. Hər kəsə də uğurlar arzulayıram. Hələlik dostlar.